İlk öncə biz əgər tərbiyədən başlamaq istəyiriksə, qız övladlarımızın tərbiyəsindən başlamalıyıq. Aha. Qızımıza dəyər verməliyik. Baxın, bizim Peyğəmbərimiz qızı gələndə ayağa qalxardı. Onu öz yerində otuzdurardı. Okay. Ona atasının anası deyərdi. Bunlar ali məfhumlardılar. Yəni anadır ya. Sabahları o qızın övladı var. Bunu düşün. O qızın həyat yoldaşı var. Bunu düşün. Sən qıza nə qədər dəyər versin? Nə qədər normal tərbiyə eləsin? Nə qədər düzgün tərbiyə eləsin? Sevgi ilə, qayğı ilə o qız sabahları gözəl bir həyat yoldaşı olacaq. Gözəl bir ana olacaq və o ana övladını düzgün tərbiyə eləyəcək. Cənnət anaların ayağının altındadır, buradadır. Sən evdə bunu cənnət kimi baxmamısan. Cənnət ananın ayağının altında deyən bilirsən nə deməkdir? Yəni sənin qurtuluşun anadadır. Qurtuluşun qızındadır daha doğrusu. Ki ana olacaq. Mənim qurtuluşum qızımda da ana olacaq. O cənnəti sən yaratmalısan.